müəllim Hüseyin kişi olmadığına görə ağır çətin məsuliyyətli işi öz üzərimizə götürürük. Bildiyiniz kimi bugün bir qəhrəman şəhidimizin də anası haqq dünyasına qovuşub. Təəssüf ki, biz ora dəfnə çatdıra bilməyəcəyik. Saat 12-də dəfn olunacaq. Elvinin 5-ci il dönümü qeyd olunur. Həqiqətən də Elvini düzdür, sağlamda bəlkə də tanımışamsa da o qədər fikir verməmişəm. Amma sonradan bu 5 il bizim bu araşdırmamız və yaxud digər insanların fikri ilə Elnur ailəcanlı, çox tərbiyəli, mədəni bir vətənsevər bir oğul olub. Bizim şəhid ailələri yox, elə bizim həm oturuşu ilə, həm də duruşu ilə, həm də bizə verdiyi öyrət nəsiyyətlə ailədə böyümüşdür ki, o döyüşdə öz sücayətini, öz qəhrəmanlığını göstərib. Hansı ki, bayaq təkrar kimi olmasın, dedim 5 il müddətində əsas odur ki, bu qəhrəman şəhidlərimizin döyüş yollarını araşdırmışıq. Və Elvinin döyüş yoldaşları Elvinin necə qorxmaz, necə sücayətli bir döyüşçü olduğunu döyüş yoldaşları çox ağır və kədərlə danışırdılar. Həqiqətən çətindir. Demək olar ki, Elvinin yoxluğu bu ailədə bir sükut yaratdı. Çünki Elvin həm ailəli idi, bir dənə evladı da var. O evladı da bizim vətənin, dövlətin qeyrətli insanlarına əmanətdir. Onu qorumaqda bizim düzdür, ən böyük borcumuzdur. Amma ən çox müşkül o nənəsinin, babasının, anasının olsun. Biz 5 il yox, 50 il ömür şəhidlərimizə borçluyuq. Çünki burada rahat durub danışırıqsa, belə ucadan səsimiz gəlirsə, biz onu döyüşçülərimizə və şəhidlərimizə borçluyuq. Hansı ki, Cənab Prezident həmişə qeyd edib bir qəşəng söz işlətdi ki, şəhid ailələrinə qayğı diqqət göstərmək hər bir vətəndaşın borcudur. Yəni, fərqi yoxdur. Onun statusundan və tutduğu postdan asılı olmayaraq hər bir kəsin şəhid ailələrinə diqqət və qayğı göstərmək mənəvi bir borcudur. Çünki bu günlərin nəfəs alırıqsa, bu qələbəni, bu zəfəri bizlərə bəxş edən qəhrəman şəhidlərimizdir. Bugünkü gündə Mədəniyyət Naziri tərəfindən Zəfər kitabı nəşr olunur. Hansı ki, o Zəfər kitabı bir neçə dildə nəşr olunur. O dünyanın demək olar ki, atlı oğlanların hansı ki, o göstərdiyi sücayəti, qəhrəmanlığı siz 92-93-cü ildə Zəfərin haqqınızda halal elə. Allah atasına, anasına, yaxınlarına səbir gözün versin. Elə istəyərəm şəhidimizin atası Tehran kişi davam eləsin. Bizim o 90-cı illərdə olan şəhidlərimizin qanlarını bunlar yerdə qoymadılar. Elvin balamız, Bayram balamız, bir çox şəhidlərimiz. O gün mən demişəm, bizim şəhidlər xiyabanında, yenə təkrar edirəm, alçılığı olmasın. O 90-cı illərin şəhidləri də var. Həm də başlarını tek tutdular. Qənkədə hissəsi, hiss olunur orada sifətində. Yəni, onlar yerdə qoymadılar. Həmişə bu gənclərimizə, bu balalarımıza minnətdar olmalıyıq. Bu minnətdar olmalıyıq. Biz bir şəhid valideynləri yox. Bütün burada duran kənd cəmaatı, rayon cəmaatı hamısı minnətdar olmalıdır. Onlar bir ağızdan şəhid anasına, şəhid adasına minnətdarlığını bildirməlidir. Cənab Ali Başkomandan və Azərsun əməkdaşları burada iştirak edir. Elə istəyərik onlar da süfrəndir. Əziz, hər birinizə minnətlarımı bildirirəm ki, burada iştirak edilir. Elvinlə mən Suxana idarəsində işləmişəm. Mən Meteoroloji şöbəsinin quru rəhbəri idim. O da məndə çilingər idi. Mən Elvində müharibədən qabaq əskərt olanda topçu olub, top atılıb, qulaq pərdəsi deşirmişdi, əmələ gəlmişdi. Mən əlimi buna vururdım, bu diksinirdi. Mənə deyirdi ki, Salifəs, mənə kömək elə. Ne gözmüşmüşüm. Başlarım avtomata. Bələ Hacıva. Çox dəyərli qardaşımdır. Çox qızım uşağıydı. Həm də pələng idi. Elə belə aciz ördü. Bir də idarə bir söhbət düşdü. Oğlan yaxın. Allah rəhmət etsin. Sizə də minnətdarımı bildirirəm ki, bu məclisdə iştirak edirsiniz. Allah ona qəni-qəni rəhmət etsin. səbir versin. Çox sağ olun. Var, qan qarışmış o palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağlar boyda yarası var.
Şehidin, asta gülün, yanalları, bir ananın, bir atanın, bana diyen nalesi var. Zirvelere qalxmışam, şəhid olmuşam, ağlayıb gözyaşı tökmə ay anam, toparla özünü, üzmə ben anam, oğul deyib fəryad etmə sən anam, məni sevənlərə zirvələrə qalxmış olmuşam, ana sənə deyəcəyim var, başını dik tutub, sən məğrur dayan, qoy düşmən mərd oğul getdi deməsin. Kim deyir ki, dağımdan darıxıram atam üçün, vətən üçün canımdan düşən, o qəhrəman adam üçün. Ölmək üçün şərt ol, o bizə görə bilirəm. Mənim atam qəhrəmandır, mən ona fəxr edirəm. Şəhidim, nə gözəl durursan şəkillərində. Elə bil bu vaxta hazırlaşmısan. Sən necə məğrurlu durursan şəhid. Köç edib getsən də yaddaşlardasan. Qanınla tarixə imza atmısan. Sən bizə bir ömür fəxirsən daha. Qəbirin əmanət olsa da bizə, ruhunsa əmanət olub Allaha. Yardı köksünüzü namert güllersin, dondu dilinizden vətən nəğməsi.